Səhər-səhər qızlar, ilk işim sizin üçün video atmaq. Montaj deyəndə bunları hamısını mən görmüşəm, amma bir dəfə böyük ekranda özüm də izləməliyəm. Bu arada 30 dəqiqəlik vlog alınıb. Səhər-səhər mamaçka burada qəşəng dəmli çay dəmləyir. Amma çayla içməyə heç nə yoxdur. Aşağı düşüb bir dənə buluşka almaq istəyirəm. Amma belə burada qəşəng borş da var. Amma səhərə zavtraka borş nəsə getmir. Ona görə düşək aşağı, baxa görə supermarketdə nə var. Hara girirəmsə girirəm, amma ilişib qalıram stəkanlarda. 3 manatadır belə stəkanlar. Bunlar daha maraqlı görünür məncə. 2 manatadır. Nə istəyirsə çıxıb? Burada pizza da var ya, baxın kusok. Əsas buluşkaları aldım. Belə maraqlı göbələklər var. 3 manata. Görəsən bunlar dadlıdır. Məncə bu çox dadlı görsənir, 70 qəpiyədir. Deyəsən bu maşınların kolleksiyasını yığır mənim qardaşım oğlu. 2 manatadır hal-hazırda Walmartda. Nə qədər çeşid var baxın. Təzə bir növ çipslər gördüm. 2 manat 30 qəpiyə. Maraqlı görünür. Koreya sayağı markov ürəyimdən keçdim. O dəbdə olan, dondurulmuş, sublimə olunmuş marojnadan görəsən burada var ya, yoxdur, alardım biraz supermarketdən. Mama dedi ki, alarkən mütləq soruş, çünki kişmişə bənzər başqa bir göyərti də var. Deyəsən odur. Kişmiş isə odur. 60 qəpiyə burada üzərlik var. Bir bıçok alım. Mən sevdiyim qalbasa yoxdur. Bilməm, bunu alım yoxsa yox, 10 manatadır. Baxıram, tapa bilmirəm mənim sevdiyim qalbasanı. Deyəsən bitib. Demək olar ki, 32 manat pul xərcləmişəm. Evə gedim göstərəcəm nələr aldım. Bir-iki dənə şey almışam əslində. Bu supermarketin içində bir şirin xanım işləyir. Mənim izləyicim də o qədər səmimi bir qızdır. Hər dəfə mən gələndə supermarketə yaxınlaşır, qucaqlaşır. Bu dəfə isə məni qorxutdu, əməlli başdı. Belə izləyicilər yaxınlaşanda mən elə hiss edirəm, sanki mənim qohumumdur, padruşkamdır. Bəzən insanlar bilirəm utanır yaxınlaşmaq, amma utanmayın. Bunlardan ötürü ürəyim gedir. Kinder'ın молочный ломтик 1 manat 30 qəpiyyədir biri. Çayla içməyə süper gedir. Bunlardan da daha çox almaq istəyirdim. O təəssüf ki, yox idi. Yalnız biri qalmışdı. Çox dadlıdır. Cəmi 99 qəpiyyədir. Bunu sadəcə marağı üçün aldım. O qədər iştah açıcı upakovkası var. Görəsən içində də bu qədər dadlı bir desert var. Neyim, axırda kalbasanı götürdüm. Çünki borş da var. Borşuna yaxşı gedir. 9 manat 65 qəpiyyədir bu. Bunu da belə yerə qoyaq. Əsas bulqalar üçün çıxmışdım. Bunu da satıcı xanım çox tövsiyə elədi. Əvvəl fikirləşdim ki, nəsə səhvlik olub orada. 60 qəpiyyədir qızlar. Bu qədər üzərlik. Bunu əvvəl balkonda biraz qurudacağım. Çünki yaş yerləri də var. Sonra isə yandıracağım. Çayla içməyə belə 2 dənə upakovka götürdüm. Bu zifirdir. 1 manat 90 qəpiyə. Çox iştah açıcı görsənir. Çayla yaxşı getsə hər dəfə alacağım. O qədər növ var idi. O qədər çeşid var idi. Almamaq qeyri-mümkün idi. Və almaları da aldım 3 manat. Bu qədər almaya 3 manat verməkdən isə düşünürəm Tiamudan meyvə qurudan alsaq daha yaxşı olar və meyvələri belə quruda da bilərik özümüz. Bu dəfə əslində nə isə olur, amma növbəti dəfələr üçün axtaracağım. Borşumuz var, ona görə smetana götürdüm 15%lik. Mama məndən göyərti istəmişdi, bir bıçaq götürdüm. Baxa görə neçədir? 20 qəpiyyədir. Bayaqdan buna fikir verirəm. Paketin içində 2 dənə barkod var. Ümid edirəm hər ikisini vurmayıb mənə. Deməli, Koreya sayağı markov kökü aldım. Kökdür bunun adı.
Köşən gözümə bir dənə çay da süzüm. Çududu nədir? O qədər yumuşaqdır qızlar, dəhşət. Dəqiq bilmirəm içində soğan var və yaxud yoxdur, amma heç hiss olunmur. Ən acığıma gələn bir şeydir, yeməkdə soğan bilinsin, onu hiss edeyim. Bu çudunun içindən bilmirəm əlavə ediblər və yaxud yox, amma əlavə ediblərsə də hiss olunmur, əsas odur. Mən vlog çəkirəm, qardaşım yığır, dedim sizə də göstərim qardaşımı. Привет, Sarxançik. Как дела? Mən qardaşım təəssüf ki, Azərbaycan dilini bilmir. Привет, как дела? Amma bura gələndən sonra biz ona öyrədəcəyik. Rusiyada demək olar ki, sosial şəbəkələrin əksəriyyəti bloklanıb. Əlavə olaraq da WhatsApp kimi messengerləri də bloklayırlar. Telegramla isə zəngləşmək olmur. Ona görə çox çətinliklə danışırıq. Adətən gündə ən azı 1 saat belə görüntülü danışırdıq. Qardaşımı həqiqətən çox sevirəm. Hər dərdimi, hər sirrimi danışa bilirəm. Bayaq çəkəndə normal heç üzü düşmədi. Ona görə şəkili paylaşıram burada sizin üçün. Sizcə biz oxşuyuruq və yaxud yox? Mütləq öz fikrinizi rey bölməsində yazın. Bu arada məndən 2 yaş böyük və ətrafdakı insanların dediyinə görə üzdən oxşamasa da danışığımız və yaxud əl hərəkətləri çox bir-birimizə bənzəyir. Bugün isə yenə də normal danışa bilmədik, baxmayaraq ki, VPN-i qoşmuşdu, yenə də normal səs çatmırdı. Buralarda da səliqə səhman yaratmaq lazımdır və baxın necə edirəm bir barmaq toxunuşuyla. Hazır. Görürsünüz, necə də asandır. Əsas bizim MBV-da getməyə məqsədimiz dünən nə idi? Bura plet sərmişik və reylərdə də yazılar. Mən özüm də görürəm, çox da tutmur bu plet. Görmüşəm digər blogerlərdə divanın parçasından parçanı alırlar və sərirlər. Çox səliqəli görsənir. Biz də dünən getdik MBV-da soruşduq ki, bu parçadan biz ala bilərikmi əlavə ödənişlər? Dedilər ki, təəssüf ki, elə bir fürsət yoxdur. Ona görə bilmirəm üstünü necə sərim, çünki çox kaprizli materialdır. Həm də ki, Twix-ə yox demək olmur. Biz o tərəfə gedən kimi başlayır cızmağa və izlər belə qalır divanın üstündə. Çox diqqətli olmaq lazımdır. Bu vlogu sabah 12-də paylaşacağam. Saat 2-də isə dırnağa yazılmışam. Ona görə istəyirəm sizlə məsləhətləşim, nə tipdə dırnaq eləyim. Adətən dizayn ideyaları hər zaman mən Pinterest-dən götürürəm. Burada çox maraqlı modellər var. Həyatımda heç vaxt gradient eləməmişəm. Birinci variant bu belə bir gradient, amma kvadrat eləməyəcəm, mindər eləyəcəm. İkinci variant bu maloçni rənglərdir. Bunlardan ötürü ürəyim gedir. Üstü bu roz və baxın dəhşət gözəldir. Bəlkə belə eləyəm. Bu da pis deyil. Çox şirin görünür. Əslində sevgililər günü yaxınlaşır. Bəlkə ürəyinə nəsə bir dizayn eləyim. Misal üçün bu çox maraqlı görünür. Yox, bu dəfə 100% nəsə ürəkli bir şey eləyəcəm. Məndən fərqli olaraq mamaçka gel lakı sevmir. Hətta mən özüm də eləyəndə mama dedi 2 saat otura bilmirəm. Mən də yalvarırdım ki, pajalosta mama otur, mən videonu çəkim, mən məşq edeyim sənin üstündə güclə. 30 dururdum və gel lak eləyirdim. Son zamanlar deyir ki, istəmirəm, amma deyir videolar çəkəndə mətbəxlə bağlı kanalda orada deyir əllərim biraz kobud çıxır. Ona görə adi lak vurmaq istəyirəm. Ona görə keçən vlogda yaduza gəlirsə belə bir rəng almışdıq Golden Rose'dan. Bugün isə bura. Universitetin 1-ci kursdan bu yana bu qoxusunu hiss eləməmişəm. Elə bir nostalji bir hiss oldu. Fikir vermisinizsə, mamanın kanalında videoları əlcə ilə çəkir. Çünki mamanın xoşuna gəlmir. Kadrda əllər necə görsənir. Heç özüm də bilmirəm niyə hal-hazırda da əlləri dəhşət kobud çıxır. Amma realda, həyatda gözəl əlləri var mamanın, incə və zərif. Videoda pis düşür. Buna görə də mama biraz kompleks yaşayır. Ona görə də deyir ki, yaxşısı kadrda əlcəyi taxım. Amma əlcə ilə işləmək o qədər də asan deyil. Vəziyyəti düzəltmək məqsədi ilə lak vururuq, amma mən düşünürəm ki, bir şey səhv elədik, gərək biraz tünd rəng götürərdik. Elə olduğu halda videoda daha zərif görünəcəkdim. Məsələn, yaxşı düşmürəklər. Bir qat vurduq, belə qəşəng, gözləyirik qurusun. Əgər istəyirsənsə ikinci qatda vura bilərik, amma o rəng mükəmməl alınıb. Məncə yaxşıdır. Məncə də bir qat kifayətdir düşünürəm. Sadəcə gözləmək lazımdır bir 10-15 dəqiqə ki, tam qurusun. 15 dəqiqə olmaz. Hə, nə, 1 dəqiqə? Bir 3 dəqiqə quruyacaq da. 3 dəqiqə Kim dedi ki sənə? Nə biləm, mən 2 illərdir lak vurmuram. Əvvəllər hələ 1-2-3 dəqiqə quruyurdu da. İndi bilmirəm. 2-3 dəqiqə yoxlayarıq. Baxa görə quruyur. Uca quruyur, həqiqətən. Tez quruyurmuş bu. 15 dəqiqə gözləməyə ehtiyac yoxdur. Belə baxanda şkafımda səliqə səhmandır. Amma burada lazımsız şeylər var. Hətta burada balaca çantalarım var. Və bunları unudub heç taxmıram, özümlə götürmürəm.
Unutmuşam ki bunları nə vaxtsa Temadan sifariş eləmişəm. Vay vay, bu nə şirindir, bu nə minnoşdur. Bunu çıxartmaq lazımdır. Bir aralar çox sevirdim belə balaca çantaları. İndi də sevirəm əslində. Bunu bir dəfə də götürməmişəm. Korobkanın içində bir dənə baxın nə qədər toz torpaq var. Bunları bir-bir silib səliqəni yığmaq istəyirəm. İlk aldığım balaca çanta budur. Ən sevdiyim isə bu. Korobkanın içində görəsən nə var? Korobkanın içində balaca korobkalar. Mənə zinət əşyaları hədiyyə eləyərkən böyle bir korobkalar gəlir hərdə. Bu korobkaları saxlayacağam, amma böyük korobkanı tulayacağam. Bu 3 dənə qalsın. Bunları isə tulayacağam. Burada belə bir Faberlikin paketi. Bu korobkanı, ətrin korobkanı tuluyuruq. Paketlər olan sirməsinə qoyacağam. Sən də şirinsən. Bunu da silmək lazımdır. Vaxt keçibsə də bu qızıl hissələri rəngi solmayıb. Mənim balaca çantalar kolleksiyamın arasında ən sevmədiyi çanta budur. Niyə görə düzümdə bilmirəm. Bu korobkanın biri xoşuma gəlmir. Ona görə bunu da tulayaq. Və yenə bir korobkanı. Bunları niyə saxlayıram? Özümdə baş aça bilmirəm. Belə bir saç ütüm var. Bunu da korobkada saxlayıram. Burada olduğuna görə heç yadıma düşmür və qalıb. Amma korobkada qalsın bu. Yaxşı korobkadır. Həm az yer tutur, həm də ki yaxşıdır. Qalsın bu belə. Bunu heç də bunu bilirsiniz. Bitənlər korobkası. Toz torpağın içində olan yenə bir korobka. Ay Minisonun belə bir balaca kışloku. Kolyeni mən çoxdan onu axtarıram. Ən sevdiyim kəmər. Belə bir kışlok. Amma bunu onsuz da heç kim istifadə edən deyil. Atırıq. Greenway'in üz təmizləmə perçatkası. Bu ikisi isə hələ qalsın. Bugün ərzində hələ Temu ilə bağlı da araşdırma apardım. Niyə görə bağlamalar bu dərəcədə gecikir? Mənə bildirdilər ki, gömrüklə bağlı heç bir dəyişiklik yoxdur. Bağlamalar hamısı gələcək, prosta sadəcə biraz gecikir. Bu məlumatı əldə edəndən sonra application'a girdim və gördüm ki, uje bir bağlama kuryerə verilib, yəni ki 2 günə maksimum məndə olacaq. Artıq fevral ayı olduğuna görə bugün fikirləşdim, elə biraz gəzim Temuya, baxım görüm nələr varsa, təzə sifarişləri də vurum. Kofe maşını sifariş eləmək istəyirəm qızlar. Çox mənə kömək eləyərsiniz. Əgər Instagram'a siz sifariş elədiyi kofe maşınının artikulu mənə atsaz. Kapsul kofe maşını sifariş eləmək istəyirəm. Hardasa 200 manat civarındadır orada. Все oldu tərtəmiz çiçək kimi. Ən əsas təki burada yerdə qaldı. Lazımsız hər şeyi tuladım. Boş korobkaları saxlamaq nə mənası var? Bir vaxtlar bu qolbaqları sevərək almışdım. Amma hal-hazırda taxmıram. Amma vəziyyəti pis deyil, yaxşıdır. Ona görə fikirləşdim ki, rayonda yeniyetmə qıza verəcəm. Bu təzə qabın da süfrəsini gəlin eləyək. Kolbasanı heç sınamamışam. Görəsən dadlıdır. 10 manat pul vermişəm. 2 dənə şaurma ala bilərdim. İndi montaj zamanı hiss edirəm. Vlog boyu mən göstərirəm nə yeyirəm. Mən ümumiyyətlə belə kolbasaları quru xoşlayıram. Belə içindəki ağlar, jır çox olmasın. Dadlı da. Biraz da kəsim. Borşla super gedir. İdeal ujin. Və 2 dənə qırmızı soğan. Mamaçka xoşlayır deyə içinə göyərti də əlavə edir. Amma mən əksinə göyərtini çox da sevmirəm və xoşlayıram ki, borşun içində su çox olsun. Bəh, nuş olsun mənəm. Bir bu qədər smetana kifayət eləyir. Əvvəl mətbəxdə yemək istədim. Sonra gördüm ki, televizor yoxdur. Çox sıxıcı gəlir mənə. Ona görə köçdüm bura. Əslində mətbəxdə televizorumuz var. Keçən ay televizorun içində nəsə bir zamыкanie oldu. Babat içindən tüstü çıxdı və işləmir.
Arxadakı pərdəyə fikir verməyin, yığmışıq, istilik daha çox gəlsin deyə orada batareyka olduğuna görə. Gün boyu evdə olmuşam və niyə ağlıma gəlməyibsə heç özüm də bilmirəm. Belə deyim qızlar, mən çalışıram hər tərəfli saçıma baxım, həm kapsullar istifadə edirəm, həm vitaminləri gedib yoxlayıram, hər şey yerindədir və yaxud yox. Həm də ki rozmarin yağı istifadə edirəm. Deyəsən bu brendin adı Chill'dir. Bunu adi gündəlik istifadə edəndə saçım yağlı olur. Ona görə mən nə edirəm? Evdə olduğum günlərdə belə diblərinə tətbiq edirəm. Qəşəngcə hər tərəfli və masaj edirəm. Bugün əslində bilirdim ki, evdə olacağam və axşam çiməcəm, amma nədənsə eləmədim. 2 gün sonra rayona gedirik. Maşını həm ora sürməliyəm, həm də ki, həmin gün abratla. Bu da mənə çətin gəlir. Qalmaq istəyirdim bir gün kənddə. Sadəcə bibim də bizlə gəlir. O da dedi ki, bu soyuqda elə bir şəraitdə qala bilmərəm. Və böyüyün sözü nədir? Düzdür, qanundur. Ona görə səhər 8-də buradan çıxacağam. Huzur yerinə deyəcəyik. Orada hardasa 1 saat oturacağıq və sразу obratna. 4 saat vaxt keçib, başım yağlıdır, amma yumaq istəmirəm. Çimiyi planlaşdırırdım. Fikirləşdim ki, qalsın saçımda. Sabah yuyaram, effekti daha da gözəl olsun. Sadəcə paduşkaya əvvəl bir dənə dəsmal sürəcəm, sonra yatacağım. Paduşkama bu yağ keçməsin deyə. Nə qədər çox saçınızda qalırsa, o qədər effekti daha gözəl olur. Ona görə eybi yoxdur, qalsın belə. Mən isə bu 4 saat ərzində, siz məni görmədiyi 4 saat, əslində sizin üçün 1 saniyə kimi keçdi, amma 4 saat keçdi. Mən bu videonu montaj elədim və bu video dəhşət qısa alındı. Sizə söz verirəm ki, növbəti vlog uzun olacaq. Bu dəfə isə günahımdan keçin. Sağollaşmaq məcburiyyətindəyəm. Çox sağ olun ki, videonu axıra qədər izlədiniz. Bizə abunə olmağı unutmayın. Давайте fixit belə eləyək.